Gecə ifrazı oğlanlarda sperma istehsalının ilk əlamətlərindən biridir. Düz deyirəm? Elə deyə bilərik, bəli. Bəzi yeniyetmələrdə bu tez-tez aşkarlanır, bəzilərində nadir halda olur, bəzilərində çox gecikir. Burada narahatlıq doğuracaq hansı tərəflər var? Olmamağı narahatlıq doğurur. Ümumiyyətlə olmamağı. Bəli, ümumiyyətlə olmamağı. Yaş məsələsi? Siz baxın, yaş məsələsində belə bir şey var. Bizim təqvim ilimiz var. Təqvim ilimiz 365 gün bir neçə saatdır. Amma orqanizmin öz biolojik saatı var. Məsələn, götürək ki, 3 dənə 15 yaşındakı oğlanı yanaşı qoya bilərsiniz. Bunlar bir-birindən çox fərqli ola bilər. Çox fərqli. Birində heç bir inkişaf yoxdur cinsi cəhətdən. O birisində cinsi cəhətdən inkişaf başlayıb. O birisi isə artıq yekə kişi kimidir, bığı saqqalı var. Və üçünün də 15 yaşı var. Burada təəccüblü heç bir şey yoxdur. Bunların daxili biolojik saatları fərqlidir. Məsələn, biz indi biolojik yaşı necə ölçürük? Məsələn, ən sadəsi əl rengeni ilə, əl biləyinin rengeni ilə ölçürük ki, bunun əslində neçə yaşı var. Məsələn, o heç inkişaf eləməmiş oğlanın əl biləyinin şəklini çəksəniz, radioloq ona 12 yaş diaqnozu qoyacaq. Yəni, bunun biolojik saatı biraz fərqli olduğu üçün, bunun biolojik yaşı, yəni təqvim yaşı 15 olsa da, biolojik yaşı 12-dir. Ya 12 yaşına uyğun olacaq əlbəttə ki. O birisində isə, bəli, ortalamada göründüyü qədərdir. Məsələn, götürək ki, 14 yaşındadır. O, bığı saqqalı olan kişiyə oxşayan 15 yaşında olanda isə ölçsəniz 18-19 yaşında çıxacaq.